Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Bu gün Seyid Pərməcəmiz həyətimiz Xırdalan şəhərində Grand Marketin arxasında yerləşən Yaşıl Marketə yaxın bir ərazidə bir sota tikilmiş, 3 otaqlı qoşadaş, 4 bir tərəfə qoşadaş olan həyətini sizə təqdim edirəm. Gördüyünüz kimi həyətində qızılgül kolu, əriyə ağacı, kombi aparatın yeri, isti sistemi, kombi xətti çəkilir, su kranı, trapı var. Qazı suyu işığı daimidir. Ümumi sahəsi bir sota tikilmiş 80-82 kvadratlıq tikili sahəsi olan həyət evidir. 4 bir tərəfi qoşa daşdır. Kürsüsü 4 daş kürsüdən ibarətdir. Qapıdan girən kimi gördüyünüz kimi döşəməsi mərmər qranit olan yerlər hamısı istif oldu. Dəhlizdə belə bir mətbəx quraşdırılıb. Dəyərli izləyicilərimiz, bura oldu qonaq otaqlısı. Konserner kimi şunu atılmışdır. Bura oldu digər bir otağı, uşaq otağısı. Qonşu evlərin divarlarından tam aralıdır, dəyərli izləyicilər. Yer olaraq mərkəzdir, Heydər Əliyev prospektinə yaxın bir məsafədir, dəyərli izləyicilər. Həmçinin bütün yaşayış obyektləri bilirsiniz ki, Heydər Əliyev prospektinin üstündə yerləşir. Köhnə bazar Grand Marketin əhatəsidir. Burada oldu sanuzeli. Qiymətini şərh bölməsində qeyd edəcəm. İstəsəniz aksesuarlar, kombi daxil qiymət bir balaca fərqli olacaq. Belə halda da qiymətini qeyd edəcəm dəyərli izləyicilər. Sənədlər, bələdiyyə qiymətləndirmə, sərğaclar asan xidmətdə yeni istifadə adına keçəcək. Məndən bu günlük bu qədər. Sağ olun dəyərli izləyicilər. Kanala abunə olmağı unutmayın.